Mansarda izolyasiyadan öncə bərkitmə işlərimiz gedir. Mansardın yükü çoxdur. Demək üçün bolt, qayqa və hamısına mismar vurublar. Mismar da bolt qayqanın üstünlüyü daha çoxdur ki, aşağıda olan iyi qoxu məhz yuxarı mərtəbəyə gəlməyəcək. Və gəlmişik satış yerimizə, məhsul götürürük mansard üçün və membran götürürük. Hara gedirik o mansarda membranı çərtilmiş iki yer var idi. Onların həm bərpası, həm bərkitmə işləri üçün bolt, qayqa və digər deşici, dağıdıcı alətlər və bizim məhsulumuz. Mansarda izolyasiyadan öncə bərkitmə işlərimiz gedir. Bərkitmə işlərinə səbəb bundan ibarətdir ki, gördüyünüz kimi mansardın yükü çoxdur. Demək olar hamısına mismar vurublar. Mismar da deformasiyaya meyilli bir məhsuldur. Və bunu nəzərə alaraq hamısına gördüyünüz kimi bolt qayqa vurulur. Bolt qayqanın üstünlüyü daha çoxdur ki, çünki dartılması yoxdur. Düzdür, buradakı millər balaca, zəifdir, amma burada da xüsusi bərkitmə işləri aparılacaq bizim tərəfimizdən. Bundan sonra isə məhz mansardın izolyasiya işləri icra olunacaq. Yadıdırmı? Bu hissədə göstərmişdim sizə ki, membran kəsib metal örtükdən su buraxdığı üçün baxmışdılar. İndi həmin hissəni biz bərpa elədik və üzərindən poliuretan izolyasiya vurulacaq. Mərtəbə arasında poliuretan izolyasiyanın bir üstünlüyü də bundan ibarətdir ki, aşağıda olan iyi qoxu məhz yuxarı mərtəbəyə gəlməyəcək və yuxarıda olan iyi qoxu aşağı mərtəbəyə gəlməyəcək. Öncəki videolarda sizə məlumat vermişdik ki, mərtəbə arasını biz poliuretan izolyasiya etmişdik. Səbəb bundan ibarət idi ki, aşağıda təmir işləri gedir və toz torpağın aşağıya tökülməməsi üçün. Çünki burada da təmir işləri gedir, məlum məsələdir. Toz torpağın digər mərtəbələrə tökülməməsi üçün, gələcəkdə də isti soyuğu yüksək formada təmin etməsi üçün məhz poliuretan izolyasiya mərtəbə arası üçün tətbiq olundu. Hazırda saat 22:36-dır. Biz artıq bərkitmə işlərinin müəyyən hissəsini görmüşük. Artıq poliuretan izolyasiya işlərinə başlamışıq. Məhsulların təyinatı üzrə xidmət, seçim və sifariş yeri Abşeron Ticarət Mərkəzi 1-ci sıra 2-ci korpus 15-ci mağaza 114 izolyasiya qrupu.